Sülh olsun əziz bacılar və qardaşlar. Мир вам, дорогие братья и sestre. Bizim bugünkü mövzumuz Сегодняшняя наша тема bir məsihçinin digər dinlərdən olan və bütpərəst insanlarla necə münasibətin qurmalı və tənzimləməlidir. Тема сегодняшняя наша, как христианин должен регулировать свои отношения с язычниками, а также с людьми, принадлежащими другой религии. Bəzi məsihçi təriqətlərində, В некоторых христианских течениях, eləcə də təlimlərdə а также в их учениях, bir məsihçinin digər dinlərdən olan şəxslərlə və yaxud bütpərəstlərlə, adi dünyəvi insanlarla maksimum dərəcədə münasibət qurmamağı tərcih edirlər. можно заметить, что у христиан в отношениях с язычниками из других религий и просто с мирскими людьми у них отношения не всегда ладятся правильно. Və onlar bildirirlər ki, həmin şəxslərin heç bir məclislərində И они говорят, что эти люди ни в каком собрании və onlarla iş birliklərində, и ни в каких деловых отношениях, hətta bir süfrə başında oturmayın. и что с ними даже нельзя сидеть за одним столом. Amma Pavel Korinflərə məktubda bildirir ki, Однако апостол Павел в своем послании к Коринфянам, deyir, əgər bu cür olsaydı biz bu dünyadan çıxmalı olardıq. он сказал, что если бы это действительно было бы так, то мы должны были бы выйти из этого мира. Və o əlavə olaraq qeyd edir ki, И дополнительно он также добавляет, demirəm ki, bütün bütpərəstlərin və yaxud günahkarların arasından çıxın. я не говорю вам, что всегда будьте среди грешников и язычников. Mənim sözüm özünü qardaş adlandırıb, amma günah içində yaşayan insanları öz aramızdan uzaqlaşdırmaqdır. Я говорю о тех людях, которые находятся среди нас, называют себя братьями. Я говорю об их удалении от нас. Buna görə də gəlin biz Bibliya bu məsələlərə necə baxır və İncil kitabında bu məsələlər İsa Məsihin nəzər nöqtəsində necə tənzimlənir. Давайте посмотрим, что в Библии говорится об этом, и посмотрим, с какой точки зрения Иисус Христос смотрел на этот вопрос. Əgər nəzərə alsaq ki, bizim ətrafımızda, Azərbaycanda yaşayan insanların əksəriyyəti, Если принять во внимание, что большинство людей, проживающих в Азербайджане, onlar həm məsihçi yox, dünyəvi, günahkar və İslam dininin nümayəndələridir. большинство их либо мирские, либо мусульмане. Bəziləri hətta qorxmadan özlərini ateist olaraq adlandırırlar. А некоторые даже без всякого страха называют себя атеистами. Onlar Allahın varlığını tam olaraq inkar edirlər. Они полностью отрицают существование Бога. Və bildirirlər ki, bizim üçün ancaq elm mövcuddur. И они говорят, что для нас существует только наука. Bu onların öz şəxsi fikirləridir və gəldikləri qənaətdir. Но это их lичное мнение, и это их личное рассуждение, пусть останутся. Bizim isə əsas mövzumuz ondan ibarətdir ki, İncil və İsa Məsihin baxış bucağı dünyəvi insanlarla qurduğumuz münasibətləri necə tənzimləməlidir. А наше основное, что нас сейчас должно волновать, это посмотреть угол точки зрения Иисуса Христа. Как Он смотрит на это, как мы должны относиться к людям мирским и людям другой религии. Əgər biz onları özümüzə qonşu adlandırırıqsa Если мы будем называть их своими ближними, və yaxud da ki, İsa Məsihin qonşu adlandırdığı şəxs kimdir? и если мы спросим себя, а кто это ближний, о котором говорит Иисус Христос? Mərhəmətli Samariyalı məsəlində В притче о добром самарянине orada bir Yahudinin, bir İsrailinin yıxılıb qaldığı və quldurlar tərəfindən yaralandığı vəziyyətdə там говорится об одном израильтяне, который был избит разбойниками и в раненом состоянии остался лежать на дороге. ona nə kahin, nə Levi kömək etmədi. Ему не помогли ни первосвященник, ни Левий. Ona kömək edən Samariyalı idi, hansı ki, bir-birlərini özlərini düşmən sayırdılar. Ему помог обычный самарянин, хотя в то время была вражда между иудеями и самарянами. Və ona çox böyük kömək etdi və İsa bu məsələ mənim qonşum kimdir sualına cavab olaraq çəkir. Это, значит, был вопрос, это был ответом на... Иисус привел эту притчу для того, чтобы ответить на вопрос, кто является нашим ближним. Dünyəvi insanlarla bizim aramızda olan münasibət də iki haçalıdır. Наши отношения с мирскими людьми имеют как бы обоюдное
отношения, обоюдная сторона. Var bizi özünə dost sayan insanlar Есть люди, которые нас называют друзьями. və yaxud da ki, bizim dinimizin və yaxud bizim inancımızın hansı tərəfi olması asılı olmayaraq bizə insani münasibət göstərən insanlar. То есть есть такие люди, которые, которые хорошо к нам относятся, несмотря на наши вероубеждения и принадлежность к христианству. Və bir də var ki, bizi özünə düşmən sayan insanlar. И есть вторая категория людей, которые считают нас врагами. Əlbəttə ki, bu insani bir münasibət deyil. Burada məsələ iblisin İsa Məsihə olan nifrətindən ibarətdir. Конечно же, здесь идет речь не о человеческих отношениях, а о ненависти, которую сатана испытывал к Иисусу Христу и к верующим. Birinci olaraq Mattanın müjdəsi 5-ci fəsil 43-44-cü ayəni oxuyacağıq. Давайте сначала прочтем с вами Евангелие от Матфея, глава 5, стихи 43-44. Qonşunu sev və düşməndən nifrət et deyildiyini eşitmisiniz. Mən sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Вы слышали, что сказано: люби ближнего своего твоего и ненавидь врага твоего. А я говорю вам, любите врагов ваших, благословляйте проклинающих вас, благотворите ненавидящим вас и молитесь за обижающих вас и гонящих вас. Davam edirik. Продолжаем. Belə ki, siz göylərdə olan atanızın övladları olasınız. Çünki o, günəşini həm pislərin, həm də yaxşıların üzərinə doğdurur. Yaxşını da həm salihlərin, həm də salih olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergi yığanlar da belə etmirmi? Да будете сынами Отца вашего Небесного, ибо Он повелевает солнцу своему восходить над злыми и добрыми и посылает дождь на праведных и неправедных. Ибо если вы будете любить любящих вас, какая вам награда? Не то же ли самое делают и мытари? Mənim yaxın qohumlarım arasında bəzi vergi işçiləri var. Кстати, у меня среди родственников есть сборщики налогов. Həqiqətən də onlar elədir. Kim onlara yaxşı münasibət göstərir, pulun vaxtında verir. Есть такие, которые к ним хорошо относятся, вовремя платят, дают деньги. Onlar onun dostu adlanır. Они называют его друзьям, другом. Amma kimdəsə biraz əgər əksiklik və incitmə varsa, А если у kого-то нет денег или не могут заплатить, onun gözü görən gözləri yoxdur həmin все, insan. этого человека они не видеть не хотят. Bu vergi yığan sənətinə sahib olan insanların xarakterində formalaşan bir vəziyyətdir. Это такое положение, которое сформировалось в характере любого налогосборщика. Davam edək. Продолжим. Əgər yalnız qardaşınızı salamlayırsınızsa və salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də səmava Tanrısı kamil olduğu kimi siz də kamil olun. И если вы приветствуете только братьев ваших, что особенного делаете? Не так ли поступают и язычники? Итак, будьте совершенны, как совершенен Отец ваш Небесный. Və burada bütpərəstlərin də xarakterindən danışır ki, bütpərəstlər də öz dininə aid olan qardaşlarını, dostlarını və yaxud da ki, eyni fikirdə olan insanları salamlayır, digərlərinə qarşı münasibətləri əksdir. Как вы видите, в этом стихе раскрывается характер язычников. Они любят только тех, кто принадлежат к их религии. Они только их приветствуют и любят. Bəs indi biz necə davranaq? Əlbəttə ki, bizi sevməyənlərə qarşı biz mərhəmətli olmalıyıq. А как же нам поступать? Конечно, к тем, кто нас не любит, мы должны быть все равно милосердны. Və səmavi atanın kamil olduğu məhəbbət bundan ibarətdir ki, И совершенство любви Отца нашего Небесного заключается в том, o yağışını, o günəşini Он и солнце, и дождь, və bütün bu insanların üzərinə doğdurur, yağdırır, baxmayaraq ki, onu söyürlər. и Бог посылает все это солнце и дождь даже на тех людей, которые Его не любят, которые богохульствуют. Yəni bir sözlə bizi sevməyən insanlara qarşı da mərhəmətli olmalıyıq, hətta onlar üçün dua etməliyik. Поэтому мы должны быть милосердны и молиться даже за тех, кто нас ненавидит. Və keçək həvarilərin bu mövzuya baxışlarına baxaq. А давайте теперь посмотрим взгляд апостолов на этот вопрос.
Heç kimə pislik əvəzinə pislik etməyin. Hamının gözündə yaxşı olan işləri görməyə diqqət yetirin. İmkan daxilində bacardıqca bütün adamlarla sülh içində yaşayın. Tərcümə et. Никому не воздавайте злом за зло, но пекитесь о добром перед всеми человеками. Если возможно с вашей стороны, будьте в мире со всеми людьми. Bu daha çox reallığa yaxındır. Это больше подходит к реальности. Bütün adamlarla bacardıqca sülh içində yaşayın. Написано, что по мере возможности живите в mire со всеми людьми. Və burada balaca bir qismi, kiçik bir kusoku ayırır Pavel. И вот здесь апостол Павел как бы отделяет маленький кусок. Bacardıqca, ola bilər ki, bacarmadığımız bir şeylərlə də rastlaşa Он bilər. подчеркивает, если возможно с вашей стороны, то есть может так получиться, что не получится. Və davam edərkən bildirir ki, həmin bacarmadığımız insanlara qarşı necə münasibət göstərək. И дальше он подсказывает нам, как нам относиться к тем людям, с которыми мы не сможем жить в мире, да, ну, по мере возможности. Bax, bu bacarmadığımız insanlar haqqında belə deyir. Ey sevimlilər, heç kəsdən qisas almayın. Allahın qəzəbinə yer verin. Вот. То есть это относится к тем людям, которым мы не можем жить в мире. Вот к ним апостол Павел говорит так. Не мстите за себя, возлюбленные, но дайте место гневу Божьему. Çünki yazılıb, Rəbb belə deyir. Ибо написано. Qisas mənimdir, əvəzini mən verəcəyəm. Мне отмщение, я воздам, говорит Господь. Və davam edir həmin bacarmadığımız insanlarla münasibətə ki, əksinə düşmən acdırsa onu yedizləyir, susuzsa ona su verir. А дальше написано, что даже вот к тем людям, которым мы не можем жить в мире, написано, что если он голоден, накорми его, если он пить хочет, напои его. Belə etməklə sanki onun başına köz tökərsən. И если ты будешь это делать к нему, вот это, то ты словно собираешь ему на голову горящие угли. Həvari Peter bu mövzu haqqında belə deyir. А что говорит апостол Петр по этому поводу? Lakin Məsihi Rəbb kimi ürəyinizə müqəddəs tutun. Господа Бога светите в сердцах ваших. Daxilinizdə olan ümid barəsində sizdən hesabat istəyən hər kəsə cavab vermək üçün hazır olun. Будьте всегда готовы всякому требующему вас отчета в вашем уповании дать ответ с кротостью и благоговением. Biz məsihçi olaraq içimizdə olan İsa Məsih haqqında Мы, будучи христианинами, должны. və İsa Məsihə niyə iman edirik? Почему мы уверовали во Христа? Niyə ona bu qədər bağlıyıq? Məhəbbətimiz niyə bu qədər çoxdur İsa Почему Məsihə? мы так привязаны к Нему? Почему у нас такая большая любовь к Нему? Bu kimi suallara bir məsihçi mütləq daxilində cavab saxlamalıdır. Каждый христианин должен внутри себя иметь ответ на все эти вопросы. Bu sanki sənin kaşalokunda bir tərəfdə olan pis gün üçün saxladığın pula bənzəməlidir. Это словно НЗ, запас, который ты держишь в своем кошельке. Sənə hər an bu sualı verdikdə ona avtomatik olaraq cavab vermək üçün sözün olmalıdır. Чтобы каждый раз, когда задавали тебе этот вопрос, ты мог уже автоматически дать ответ. Və verilən bu cavab nə aqressiya ilə, nə hirslə, nə qəzəblə və yaxud da ki, xüsusi bir şəkildə insanın ürəyinə ox batırmış kimi sancmaq məqsədindən И olmamalıdır. этот ответ твой должен быть без агрессии, без ненависти, без злобы, так, чтобы оно не было как вот стрела, которая вонзит ему в сердце обида. Yazılır, vicdanınızı təmiz tutaraq bunu həlimliklə və ehtiramla edin ki, Məsihdə olan yaxşı davranışınızı təhqir edənlər sizə atdıqları böhtandan utansınlar. И дальше сказано в Писании: имейте добрую совесть, дабы тем, за что злословят вас, как злодеев, были постыжены порицающие ваше доброе житие во Христе. Və davam edirik. Həvari Pavel təkrar olaraq Timoteyin yadına salır. А дальше, продолжим дальше. Дальше апостол Павел в своем послании к Тимофею говорит: Hər şeydən əvvəl xahiş edirəm, möminlik və ləyaqətlə sakit və rahat ömür sürməyimiz üçün bütün insanlar, o cümlədən padşahlar, hakimiyyət sahibi olanların hamısı üçün yalvarış, dua, vəsatət və şükürlər edilsin. И он говорит: итак, прежде всего прошу совершать молитвы, прошения, моления,
благодарение за всех человеков, за царей и за всех начальствующих, дабы проводить нам жизнь тихую и безмятежную во всяком благочестии и чистоте. Və bu cümlənin əsas vurğu nöqtəsi ondan ibarətdir ki, И основная вот эта цель, смысл этого предложения заключен в том, bir məsihçinin rahat ömür sürməsi üçün для спокойного проживания христианина. nə qədər ki, padşahlar, hakimiyyət, qonşular, bizi sevməyənlər, eləcə də başqa dinin nümayəndələri üçün dualar var məbəddə. Пока будут проводиться молитвы за царей, за мирских людей и за прочих людей, которые нас не любят, Məsihçilərin həyatı sakit həyat kimi davam edəcək. жизнь христиан будет проходить тихо и спокойно. Əgər sən hələ də özünü təqiblərə hazır görmürsənsə, Если ты себя еще пока не видишь готовым к преследованию со стороны врагов, bu cür dua yolunu seçkinən. выбери себе вот такую молитву. Amma bir şey də unutma ki, Но не забывай одно. əbədi həyata girib miras alacağımız irs üçün Для того, чтобы унаследовать вот это наследство Божье Царство, İsa Məsihə imanla əlavə onun uğrunda əzab çəkmək də bizə ehsan olunur. помимо уверования во Христа, нам также выдана как бы эта судьба терпеть с Ним мучения тоже. Və hal-hazırda biz yaşadığımız ölkədə И в данный момент мы вот в этом стране, в которой мы проживаем, İran, Əfqanistan, Suriya, Liviya kimi ölkələrdən fərqli olaraq в отличие от стран Иран, Афганистан, Сирия, Ливан, sakit və rahat bir məsihçi ömrü sürə bilirik. мы здесь, вот в этой республике, можем спокойно жить как христиане. Və bu xüsusda dualarımızı davam etdiririk. И поэтому мы особо продолжаем совершать молитвы. Və bu Allahın iradəsinə uyğundur. И это соответствует воле Божьей, Çünki yazılıb Allahı razı salır. потому что написано, что ибо это хорошо и угодно Спасителю нашему Богу. Çünki Allah bütün insanların xilas olub həqiqəti dərk etməsini istəyir. Потому что Бог хочет, чтобы все люди спаслись и достигли познания истины. İzzət olsun Rəbbimizə. Хвала нашему Господу. Davam edirik. Давайте продолжим. Bu mövzumuz isə imanlı ilə, məsihçi ilə, digər dinlərə sahib olan ateist və bütpərəstlər arasında qurulan sıx münasibətdən və yaxud ki, boyunduruqdan gedir. А здесь уже идет речь о том, какие должны быть отношения между христианином и представителями других религий, да, и других религий. Boyunduruq Обязательства, да, boyunduruq yox. Hələ boyunduruq kimi deyə ona zəhmət olmasa. O yadıma salın. Atın boynuna keçirdilər. Это как ошейник. Boyunduruğumu götür, mənim yüküm. Возьмите, говорит, мой груз, говорит Христос, возьмите мой вот этот крест, мой ошейник, так грубо говоря. Boyunduruq şum-şumlamaq üçün kötənə qoşulu olan iki öküzün ikisinə eyni anda keçirilən bir alətdir. А ошейник – это приспособление, которое надевается на вала, чтобы он пахать с ним землю, или для соединения двух животных. Və yaxud da ki, hansısa bir faytona qoşulu olan iki atın üzərinə keçirilən bir boyunduruq bir əşyadır. Или это может быть определенная вещь, которая накладывается на двух животных, которые тянут за собой повозку. Burada kəlamda indi oxuyacağımız yerdə izah etməyə çalışır ki, müəllif. Вот здесь, в этом стихе, автор пытается сказать следующее. Arxada hansısa bir yük var Сзади есть какой-то груз. və imanlı ilə imansız, günahkarla müqəddəs. И между верующим и неверующим, между святым и грешником, İkisi birlikdə o yükü daşımalıdır. и они оба должны нести этот груз. Bayaqlarda qeyd etdiyim kimi, Как уже отметил прежде, bu iki insanın, məsihçi və dünyəvinin, eləcə də günahkar və müqəddəsin bir ortaq işi, biznesi ola bilər. это может быть какой-нибудь бизнес или общая работа между верующим и неверующим, святым и Və yaxud грешником. da ki, evladlar arasında
bir ailə münasibəti olar. Или это может быть семейные отношения между детьми. Və yaxud da ki, ümumi, müştərək, xüsusi bir razılıq ola bilər. Или это может быть какое-нибудь там soгласие, данное клиенту. Və Kəlam Mücibin bu haqda deyir və bunu əsas vurğu nöqtəsi ondan ibarətdir ki, И вот, imanlı və imansız maksimum dərəcədə çalışır ki, müştərək bir şeyimiz olmasın. и вот поэтому Писание говорит, что между отношениями между верующими и неверующими должно быть максимум нормальное. То есть, İmansızlarla eyni boyunduruğa girməyin. Çünki salihliklə qanunsuzluğun nə şərikliyi var, işıqla qaranlığın nə ortaq nəyi var. Məsihlə Belialın, Belial isə pul bütüdür. Написано, не преклоняйтесь под чужое ярмо с неверными, ибо какое общение праведности с беззаконием? Что общего у света с тьмою? Какое согласие между Христом и Велиаром? Nə uyğunluğu var? Yaxud imanlı ilə imansızın ümumi nəyi var? Allahın məbədi ilə bütlərin sazişi ola bilərmi? Çünki biz var olan Allahın məbədiyik. Belə ki, Allah demişdir. Или какое соучастие верного с неверным? Какая совместность храма Божьего с идолами? Ибо вы храм Бога живого, как говорит Господь Бог. Amma elə vaxt olur ki, məcburiyyət daxilində və yaxud gəlib çıxılan bir vəziyyətdə insanlar dünyəvilərlə bir iş qururlar. Но, видите, бывают такие ситуации, когда верующие вынуждены работать совместно с неверующими. Əgər Rəbdən hər bir işin başlanğıcında onun iradəsi var və yoxdur, soruşmasanız, Если вы перед началом работы не спросите, есть ли воля Божья на это, на эту работу, həmişə belə toqquşmalarla üz-üzə gələcəksiniz. вы все время будете сталкиваться вот с этими конфликтами. Ürəyində Allah qorxusu olmayan bir insanla işləmək çox çətindir. Очень трудно работать с человеком, у которого нет страха перед Богом, Çünki o yalnız öz mənfəətini güdür потому что он только преследует свою цель və yalnız çalışır ki, и старается fürsət düşən kimi bundan istifadə etsin. по мере возможности воспользоваться сразу этим. Həqiqi məsihçi ilə elə bir insan fərqi ondan ibarətdir ki, Разница между настоящим христианином и вот таким человеком, həqiqi məsihçi hər hansı bir işlə bağlı qərar verərkən, христианин перед тем, как дать решение заняться какой-либо работой, o gözləri önündə Allah qorxusunu, yəni Allahı yanında olurmuş kimi qəbul edir он сразу признает то, что присутствие Бога сразу, və qərar verməmişdən öncə həmişə Allah qorxusunu içində yaşayaraq cavab verir. и перед тем, как принять какое-то решение, он дает ответ, вот это, переживая богобоязненность. Əlbəttə ki, burada Конечно же, здесь köhnədən bizimlə eyni qohumluq əlaqələrində olan insanlarla münasibət getmir. Конечно, здесь не идет речь о людях, которые имеют родственные отношения с нами. Və yaxud mən xəstəxanada, məktəbdə, hansısa bir idarədə bir işçi kimi çalışıram. Или, например, я как работник работаю там в поликлинике, в больнице, в школе, в каком-нибудь учреждении. Bunlar da nəzərə alınmır. Здесь тоже это не учитывается. Burada əsas nəzərə alınan bundan sonraki həyatda quracağın hər hansı bir münasibət Здесь идет разговор об отношениях, которые мы будем строить в будущем с ними. və ya hər hansı bir işlə bağlı şəriklikdir. Или какое-нибудь соучастие в каком-нибудь деле общем. Buna görə də məsihçi Rəbbə uyğun olan, orada aqressiya, mübarizə, müharibə və yaxud da ki, insanı günaha aparan, birbaşa günaha aparan bir işlər yoxdursa, Но поэтому, если в этом деле, в этой работе нет что-то греховного, которое бы привело бы его к совершению греха, если этого нет, rüşvətxorluq, korrupsiya, əxlaqsızlıq, если там нету взяточничества, коррупции, аморальности, безнравственности, mən elə bir iş yerləri tanıyıram ki, я знаю такие места работы, orada müdiriyyətlə işçi arasında idarə olunma söyüşü üzərində qurulub. отношения между начальством и подчиненным строятся на ругании, матершине, сквернословии. Elə bir yerdən avtomatik olaraq çıxın. Из этих мест автоматически уходите.
və bilin ki, Rəbb ondan artıq sizə xeyir duasını verəcək. И знаете, что Бог благословит вас, если вы это сделаете. Eləcə dünyəvi qohumlarım, Или же взять мирских родственников. əmi, bibi, xala, dayı Там дядя, тетя. və onların istər xeyir işi olsun, istər hüzur yeri olsun, Будь то хорошие дела с ними, или будь то плохие дела с ними, ну, поминки имеется в виду. biz əgər orada iştirak etməsək, onlara yardım etməsək, Если мы не будем там участвовать, не поможем им, onlara İsa Məsihin qüvvəsini, İsa Məsihin sevgisini göstərməsək, если мы там не проявим могущество Иисуса Христа и Его любовь, İsa Məsihin sevgisini göstərmədən onun haqqında necə danışa bilərik? как мы можем говорить об Иисусе, если не проявим Его любовь? İllərlə qapısını açmadığımız qohum-əqrabanın Если мы годами не открываем дверь какого-нибудь родственника, əlimizə İncil götürüb necə onlara sözü müjdələyə bilərik? как мы можем им благовествовать, если мы не берем в руки Евангелие, Bu səbəbdən heç zaman идя к ним? Поэтому вот по этой причине никогда yaxın qohum-əqrabamızı unutmayın. не забывайте своих родственников. Ən azından onlara bir SMS, bir zəng belə edin tez-tez Хотя бы им посылайте смс, часто звоните və onları unutmadığınızı bir daha yada salın. и напомните им о том, что вы их не забываете. Zamanı çatanda İsa Məsihi rahat şəkildə onlara müjdələyəcəksiniz. И когда придет время, вы сможете в спокойной обстановке им евангелизировать. Bir çox məsihçinin fikrində bu fikir var ki, В сознании многих христиан есть такая мысль. getdiyim hər bir işdə məsihçi olduğumu bildirməyim kifayətdir. Достаточно того, что я оповещу о том, что я христианин. Və getdiyim yerdə onlara kitab verməyim yetərlidir. Или достаточно того, что я дам книгу им, куда бы ни пошел. Əgər sən İsa Məsihi öz əməllərində, hərəkətlərində onlara təqdim edə bilmirsənsə, Если ты не можешь представить Иисуса своими словами, делами, поступками, verdiyin kitab quru çörəkdir то, что это книга, которую ты это даешь, это как сухой хлеб. və quru çörəyi də heç kəs istəmir. А сухой хлеб никто не хочет. Amma sən öz hərəkətlərinlə, əməllərinlə, danışıq tərzinlə, Но ты müqəddəsliyinlə Но ты своими поступками, действиями, словами, своим образом жизни onların hər birinə o çörəyin üstündə bal, qaymaq, yağ, gözəl qidalar verə ты bilərsiniz. можешь дать им вот поверх этого хлеба масло, творог, прекрасную еду, мед. Davam edirik. Продолжим. Mən aralarında yaşayıb dolanacağam. Onların Allahı olacağam, onlar da mənim xalqım olacaq. Ona görə aralarından çıxıb ayrılın. Rəbb belə deyir, murdar şeylərə toxunmayın. Mən də sizi qəbul edəcəyəm. Mən sizə ata olacağam, siz də mənə oğullar və qızlar olacaqsınız. Külli ixtiyar Rəbb belə deyir. Сказано в Писании: «Вселюсь в них и буду ходить в них, и буду их Богом, и они будут моим народом. И потому выйдите из среды их и отделитесь, говорит Господь, и не прикасайтесь к нечистому, и я приму вас, и буду вам отцом, и вы будете моими сынами и дочерями, говорит Господь Вседержитель». Послание Коринфянам 2. Amma məsələ gəlib çıxarsa ki, siz düzgün yolda deyilsiniz, sizin iman etdiyiniz Rəbb düzgün Rəbb deyil, siz haqq yolundan dönmüsünüz, siz keçmişinizi danmısınız, siz İslamiyyəti və yaxud da ki, müsəlmançılığı inkar etməklə özünüzü lənətə salmısınız. Bu kimi şeylərlə sizə yaxınlaşıb, sizin beyninizə işləmək istəyən insanlara cavabınız bu cür olacaq. А если люди, какие-то люди придут к вам и скажут, что вы неправильно, у вас вероубеждение, что вы выбрали неправильный путь, что вы заблудились, и что вы своими вот этими, своим образом жизни, своей верой отрицаете их ислам, их религию, если они будут вам это говорить, Yazılır, çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyini iqrar etmir. Bunu edən şəxs yalançı və Məsihin əleyhdarıdır. Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhmət bada getməyib tam mükafatı əldə edəsiniz. насчет такого вот тоже сказано в Писании. «Ибо многие обольстители вошли в мир, не исповедующие Иисуса Христа, пришедшего во плоти. Такой человек есть обольститель и антихрист.
Наблюдайте за собою, чтобы нам не потерять того, над чем мы трудились, но чтобы получить полную награду. Həddini aşıb, Məsihin təliminə sadiq qalmayan hər kəs Allaha malik deyil. Həmin təlimə sadiq qalan kəs isə həm ataya, həm oğula malikdir. Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə və onu qəbul etməyin və onunla salamlaşmayın. Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur. И сказано также, всякий приступающий учение Христова и не пребывающий в нем не имеет Бога. Пребывающий в учении Христовом имеет и Отца, и Сына. Кто не приходит к вам и не приносит сего учения, того не принимайте в дом и не приветствуйте его, ибо приветствующий его участвует в злых делах его. Второе послание Иоанна. Bəli, Yəhya bizə bu haqqda çatdırmaq istəyirdi ki, Да, и вот апостол Иоанн хочет нам в этом послании əgər сказать, bir məsihçi digər dinlərdə də özünü sınamaq istəyirsə, если христианин хочет испытать себя в других религиях, və yaxud da ki, o universal şəkildə Allaha hər tərəfli yaxınlaşmaq istəyirsə, если он хочет подойти к Богу со всех сторон, əgər o İncillə paralel başqa kitabların da если он параллельно с Евангелием еще и другие книги читает, təlimi ilə Allahı araşdırırsa, если он пытается познать Бога, учение Бога вот таким путем, və bunu sizə öyrətməyə çalışırsa, и пытается вас тоже научить этому, İncilə əsasən onunla salamlaşmamağa belə haqqınız var. то согласно Евангелию у вас есть право даже не приветствовать его. Onu qəbul etməyə bilərsiniz Вы можете его принять, və yaxud da onunla heç bir bütün əlaqələri kəsə bilərsiniz. и вы можете порвать с ним всякие отношения. Bu şeyləri özü üçün araşdırıb və özünə qəbul etdirib bu yaşayan insanlardan getmir. Bu şeyləri sizə öyrətməyə çalışan insanlardan gedir söhbət. Это не идет разговор о тем, кто это делает, а это разговор, здесь речь идет о тех людях, которые пытаются вас научить этому. Və çalışır ki, sizə sırf öyrətsin ki, sizin təliminiz yanlışdır, mən sizə daha yaxşısını öyrədəcəm. Это те люди, которые пытаются доказать вам, что ваше учение неправильно, и пытаются это доказать. Həmin insanla əlaqəni tam kəsə bilərsiniz. Вы можете полностью прекратить отношения Və с ya этим başqa человеком. cür yanaşsa deyə bilərik ki, Но если подойти по-другому, с другой стороны к этому вопросу, belə bir məsələlər uğrunda sizinlə mübahisə aparan insanları, вот эти люди, которые с вами ведут борьбу вот по этим вопросам, Pavel öz məktubunda yazır ki, Павел пишет в своем послании, təfliqəçi insanı birinci və ikinci xəbərdarlıqdan sonra uzaqlaş. там апостол Павел говорит, что после первого и второго предупреждения к этим людям, от таких людей отойди. Yəni təfliqəçi mübahisəni sevib, səninlə spor edən insanlara bir dəfə, iki dəfə xəbərdarlıq etdinsə, üçüncü dəfə onunla əlaqəni tam kəsməlisən. То есть человек, который с тобой спорит, влезает с тобой вот в эти прения, с тобой влезает, сделай ему одно, второе предупреждение, а потом прекрати. Və hətta ardıcan ayədə bildirir ki, həmin insan özünü günahla ləkələyib. И дальше сказано, что этот человек как бы сам себя испачкал грехом. Yəni mübahisə aparan, sporlaşan insanın bilgilən ki, arxasında qaranlıq bir dünya var. Знаете, что за каждым, что за спиной каждого спорщика стоит темный мир. Heç onun xasiyyəti ilə, xarakteri ilə əlaqə olmayan bir günah var. И у него есть какой-то грех, который вообще может даже не связан с его характером. Bu bir cismani günahdır. Это может быть телесный какой-то грех. Cinsi əxlaqsızlıq ola bilər. Это может быть какой-нибудь половая аморальность, блуд, Zina ola bilər. прелюбодеяние может быть. Və yaxud da ki, bu hansısa bir cadugarla olan şərikli bir münasibət ola bilər. Или это может быть какой-нибудь его связь с колдунами, Və гадалками. İncil bizə deyir ki, belə bir insanlardan maksimum dərəcədə uzaq durun. И Евангелие советует нам держаться как по максимуму на расстоянии от таких людей. Və onlarla heç mübahisə etməyə və yaxud da ki, hansısa bir sözü araşdırmağa, И не надо с ними спорить и даже что-то выяснять.
hansı bir fikir barəsində müzakirələr yürütməyə или какие там свои мысли выдвигать по этому вопросу. qəti ehtiyac görmürəm. Не вижу никакой необходимости в этом. Hətta yazılıb ki, çünki belə bir insanla salamlaşan hər kəs onun şər əməllərinə şərik olur. Даже сказано, что кто приветствует такого человека, он даже является соучастником его zлых дел. Beləliklə belə bir qənaətə gəlirik ki, Таким образом мы приходим к такому мнению, выводу, insanlar necə yaşamasına asılı olmayaraq, onların yaşayış tərzinə müdaxilə etməməliyik. независимо от того, в каких условиях живут люди, мы не должны вмешиваться в их жизнь. Biz bütün insanlara hansısa bir dini və ya hansısa bir təriqəti pisləyərək yox, Мы не должны ругать или хулить какое-нибудь там вероубеждение, какую-нибудь религию. yalnız İsa Məsihi olduğu kimi təbliğ etməliyik. Мы должны просто исповедовать Иисуса Христа как есть. Və üçüncü bir məqam isə ondan ibarətdir ki, И tретий здесь вопрос заключен в том, kimsə öz yad təlimini, hansı ki orada İsa Məsihin ölməyi, dirilməyi və ya yer üzərinə gəlməyi yoxdur. если там кто-то принес ложное учение о том, что Иисус Христос не воскрес, Он не пришел на землю, Он не был распят, Və yaxud da aqressiyanı, mübahisəni üstün sayan bir təlimləri, или же вот эти лжеучения, которые состоят на агрессии, bizə yeritməyə çalışarsa, если они попытаются это нас, внедрить это в нас, və yaxud da bizə onların təliminin doğru olduğunu sübut etməyə çalışarlarsa, если они или попытаются доказать правоту своих вероубеждений нам, kəlam yazır ki, həmin insanlardan tam şəkildə əlaqəni kəsməliyik. Писание советует нам полностью прекратить свои отношения с этими людьми. Bu səbəbdən də biz bugünkü mövzumuza uyğun olaraq И по этой причине мы сегодня, в соответствии с нашей темой, işin həqiqətini bilməyərək bizi özünə düşmən sayan insanlar üçün мы для людей, которые спорят с нами и считают нас врагами, eləcə də sakit və gözəl ömür sürməyimiz üçün, rahat həyatda yaşamağımız üçün, bu ölkənin hakimiyyəti üçün для спокойного нашего проживания в этом регионе и для нашего правительства, və bununla yanaşı məsihçilərin tam şəkildə həqiqəti dərk edib onda qalmaları üçün и для того, чтобы христианин оставался тихо, спокойно на своей позиции, dua edəcəyik. мы будем молиться. Amin. Аминь.